Və təsəvvür edin, bəzi adamlar Allaha ortaq qoşmağı o qədər yüngülləşdirirlər ki, bunlar da ancaq şirk. Mən demirəm, şirk. Allah deyir, Quranın böyük əksəriyyəti ayələri şirkdən danışır. Uffin ləkum və limə tə'budunə min dunillah. İbrahim əleyhissalam gəlir ki, sizə də Allahdan qeyri ibadət elədiklərinizə də tüfü olsun. Yəni bu ayə mən demişəm. Allah Teala deyir. Va'budullaha və la tuşriku bihi şey'a. Allah ibadət eləyin, ona heç bir şey şərik qoşmayın. İnneşşirkə lezulmun azim. Ya buna la tuşrik billah. Şirk qoşmaya olun. Şirk böyük zülümdür. İnnallaha la yaghfir an yushraka bihi. Allah ona şərik qoşulmasını bağışlamaz. Biz demirik. Allah çox deyib deyə və buna görə əzab vəd eləyib. Biz də deyirik. Yəni Allah nə deyib onu deyirik də. Allahın demədiyi bir şey demirik.